Deməli, Gülnarə xanım, neçə doğumlusuz? Doğum iliniz? 72 doğumluyum. 72, 1972 doğumludur. Bugün onu xoş xəbərlə Türkiyəyə yola salırıq. Və siz Türkiyədən 3 ay, neçə aydır bizə də buradasınız? 3 ayda. 3 ay öncə bizə Türkiyədən sonsuz şikayətlə müraciət elədi eko hamiləliyi üçün və biz özlərimizə götürdük. Xəstəmiz qeyd edim ki, menopozdaydı, amma biz onun uşaqlığını çox bəyəndik və Allahın izni ilə inşallah hamilə qalarsan dedi. Yoldaşım da götürdü gəldi və yoldaşı Türk vətəndaşı, Türkiyəlidir. İllərdir Türkiyədə yaşayıbdı. Bizi Instagramdan görüb gəlibdi və biz də dedik ki, gəl. Gördü, bir adıma uçaq atladı, gəldi və nəticəmiz çox gözəl. 3 ayın sonunda onu arzusu ilə də qoymadıq, sevinç dolu Türkiyəyə yola salırıq. Bugün analizimizin cavabı pozitivdir. 400, gözəl nəticədir. Düzdür, biz kəsəni bugün görə bilməyəcəyik və bizə demişdik ki, həkim, yanvarda mən geri qayıtmalıyam. Məhz yanvarın 6-sında biletini alıbdı, sabah inşallah gedir. Sağ salamat. Kəsəsini biz görmədik, amma dəyərlərini gördük. Hamiləsən, gözün aydın. İnşallah oradan da bizə videosunu göndərərsən və sağ salamat qucağına alarsan. Əlimizdən gələni yapdıq, başardıq. 54 yaşı var qeyd edib pasiyentimizin. Yəni yaş artıq ümidsizliyə qapılmırıq, 50 kestan olmarıq demirik. İnşallah sağ salamat qucağına al. O şəkildə bizə göndər, biz də fəxrimizlə paylaşaq. Oldu, sağ salamat.